Ya Allah. Yolun gəlsin, sağ ol. Adını başlayanda xəbər verir. Ev satılır. Masazırda yerləşir. Masazırın girişində yağlama küçəsində. 5 sotun içində möhtəşəm şəxsi tikili bir evdir. Üzü ağlay daşlarla işlənmişdir. Pol, parket, həyətyan sahəsini göstərir zəhmət olmasa. Həyətyan sahəsini göstərir. Bax, böyle bir geniş şəxsi, ağacı, gülü, səyir. Burada ledli mətbəxi həyətdə. 15 il bundan qabaq tikilib, heç yaşayış olmuyor bu evdə. Necə tikiblərsə elə də qalıb. Baxın. Əslində böyüklüyü də torpaq qiymətinə verir ha. Torpaq qiymətə satılır, dəyərli izləyicilər. 5 sot torpağın içində şəxsi tikili, paket kupçalı, dövlət ipotekasına yardımı bu evin satılır. Neçə kvadratdır evin təmizçi? 180 kvadrat evin içini keçib göstərəcək sizə. Bu otaqda burada gördüyünüz kimi qoşa daşla inşa edilmişdir. Pəncərəsini göstər zəhmət olmadan. Qoşa daşla inşa edilmişdir. Kombi sistem çəkilib, köhnə sistemlə çəkilib, super vəziyyətdədir. Gəlin bura, gəlin həyətyan sahəsində baxaq. 20 tonluq ehtiyat su çəni həyətində, dəyərli izləyicilər. 20 tonluq ehtiyat su çəni. Bisetika üçün burada yer. Gülü, çiçəyi, ağacı, həyətin ayaq yolusu, üstünün qəşəng vurulub, qapısının ağzına qədər asfalt yolu. Qapının ağzına qədər asfalt. Açın buranı göstərirsən. Bura 50 numarayı. Bura yüngül sanitar qovşaq. Çox dərinə getmə. Əsas bilsən nədir? Əsas nədir? Bura. Mən sənə deyim də qardaş. Bu tikili, amma yaşayış olmuyor. Çox adam belə bir şey istəyir ki, yaşayış olmadı nedir? Kvadrat bilsən nədir? Mətbəx mebeli nə qədər var içində? Gəlin. Gəlin mən size göstərəcəm. Hələ görməli şeylər qabaqdadır. Evin 4 bir yana açıqdır. Sağ, sol, arxa açıq. Özdə kalon monolitlə tikilib. Onu da nəzər çatdım. Kalon monolitdir. Bir dəfə də buradan görsəlim həyətin sahəsini. Başı qoyub qapının ağzına. Belə şey yoxdur. Ya Allah. Belə bir ev bazarda yoxdur. Fasadı ağlaydı. Bu keyfiyyətdə ev bazarda yoxdur. Bu proyektdə ev bazarda yoxdur. Gəl bura. Mətbəx. Buyur. Maşallah olsun. İndi işıqlar yanır, elə işıqlar qoşulmuyor. Amma nə qədər görsənirsiniz, baxın da. Geniş mətbəxi var. Pol parketlərində, mərtəbə arasında aid beton, talonlarla tikilir. Təkcə zat 25 kvadrat. Çoxdur. Təkcə bu zat 25 kvadrat. Bu arası 35-40 kvadrat deyil bura. Bax, maşallah olsun, mən ona görə. Yəni, hörmətli kanal izləyicilər, fikirləşin ki, təmir olunub, amma abozrum yaşayışı olmuyor. 15 ildir bu evimiz bax bu vəziyyətdədir. Yaşayışı olmuyor. Tam qoşa daşlı. Çox keyfiyyətli. Bura qaranlıqda daş. Buranın axırda gəlib özləri baxarlar. Haman sanoz evdir.